Salam, hər vaxtınız xeyir olsun. Əziz Dövlət Qulluğunun test və müsahibə məhsuluna hazırlaşan şəxslər. Çoxdan da bir video çəkmirdim. İstədim ki, bir video vasitəsilə sizlərə test və müsahibədə uğur əldə etməyinin yolları nədən ibarətdir, hazırlaşma qaydası, test imtahanları, müsahibə barədə olan yeniliklər, dəyişikliklər nələrdir siz diqqətinizə çatdırım və elə isə vaxt itirmədən başlayaq. Birinci test imtahanı üzrə danışaq. Bilirsiniz ki, növbəti imtahan mart ayının 15-idir və bu imtahanda hər birinizə uğurlar arzu edirəm. Ya özünüz fərqli qayda hazırlaşırsınız və ya hər hansı bir kursuna hazırlaşırsınız, heç bir fərqi yoxdur. Sizə imtahanda belə kömək edeyim ki, ən çox düşən mövzular son dövrlər bəlkə diqqətinizdən qaçır. Elektron imza, elektron sənəd haqqında qanundur. Təxminən 5, 6 və bəzən də 7 sual düşmə ehtimalı vardır. Konstitusiya, dövlət qulluğu haqqında qanun və etik davranışa diqqət edin. İmtahanda 25-28 qanun yazma ehtimalınız yüksəkdir. Deməli, hansı qanun adlarını çəkdik? Dövlət qulluğu haqqında qanun, etik davranış, elektron imza və konstitusiyadır. Bu 4 dənə mövzunu çox yaxşı şəkildə oxuyursunuz və digər mövzularda əlbəttə ki, hamısını oxuyursunuz. Sadəcə bu 4 mövzuya daha çox diqqət edirsiniz ki, bunlardan sual düşmə ehtimalı digərlərinə nisbətən sayı daha çoxdur. Buna əlavə olaraq da hər bir mövzunun məndə YouTube-da izahı var, onlara baxa bilərsiniz. Düzdür, elektron imzanın yenilənmiş forması yoxdur, amma vaxt edib çəkmək istəyirəm. Mart, aprel və digər yay aylarındakı imtahana hazırlaşan şəxslər isə və bu imtahanlarda hələ ki necə keçəcək, çətin olacaq, asan olacaq, o barədə bir fikirlər sürənmərik. Amma mart imtahanı haqqında deyə bilərik ki, hazırlaşan şəxslər möhkəm dursunlar, yaxşı formada hazırlaşsınlar. Mən şəxsən mart imtahanının çətin keçəcəyini düşünmürəm. Bilirsiniz, sizə kömək olan əsas məqamlar nədən ibarətdir? Test işləməkdən daha çox siz bir mövzunu başa düşməlisiniz, mahiyyətini başa düşməlisiniz. Deyil niyə? Əgər bir mövzunu siz əzbərləyib test imtahanına gedirsinizsə, 2 variant arasında, 3 variant arasında qalma ehtimalınız yüksəkdir və yaxud da ki, səhv yazma ehtimalınız yüksəkdir həmin sualı. Ona görə də bütün mövzuların hamısının mahiyyətini başa düşün. Tutalım ki, Konstitusiyanın 25-ci maddəsinə görə kim qanun və məhkəmə qarşısında bərabərdir? Cavab hamıdır. Bunu əgər oxuyub gedirəmsə, əzbərləyib gedirəm və burada imtahana hər A bəndə hamı, B hər kəs, C hər bir vətəndaş, D hər bir şəxs düşəndə 2 variant arasında, 3 variant arasında qalma ehtimalı yüksəkdir. Amma həqiqətən mən hamının mahiyyətini, hər kəs, hər bir vətəndaşın mahiyyətini başa düşsəm, praktikasını mənə başa salan olsa, mən gedib orada birbaşa kim qanun və məhkəmə qarşısında bərabərdir cümləsindən hamı kimi götürəcəm. Bu sadəcə bir misaldır. Sizə onu demək istəyirəm ki, imtahanda 40-da 40 yazanların əksəriyyəti qanundan ancaq və ancaq qanunların nəzəri yox, praktiki şəkildə başa düşənlərdir. Bununla əlavə olaraq onu qeyd edeyim ki, mart, aprel və digər yay aylarındakı imtahanlar üçün bizdə kursda sürətləndirilmiş şəkildə dərslərimiz başlayıb və ya qeydiyyat davam edir. Yay aylarındakı imtahan üçün, aprel imtahan üçün artıq dərslərimiz başlayıb. Hal-hazırda mən kursdayam. Kursumuz 28 mayda yerləşir. Həm əyani, həm də onlayn bizim dərslərimizə qoşula bilərsiniz. Və bir çox nazir məlumatı var, amma məlumatı olmayan şəxslər üçün deyim ki, mənim bu yaxınlarda çapdan yeni bir kitabım çıxdı. BA, BB kateqoriyasında hazırlaşan şəxslərə qanunları, praktiki, cədvəllər, qrafik, dizaynlar formasında izahını vermişəm. Bu kitabı əldə edib oxumanızı sizə tövsiyə edirəm. Çünki bu kitabda imtahana düşən ən vacib məqamlar, bəndlər, maddələrin altından xətt çəkilib, dərsdə necə izahını verirəmsə, məhz kitabda da o şəkildədir. Yəni, imtahanın hansı sizə düşə bilər və ya düşmə ehtimalları hansılardır, onların altından xətt çəkmişəm və yaxud da ki, hər qanunun sonunda o qanunu daha da sadələşdirilmiş formada konspektin yığmışam. Kitab 15 manat satış qiyməti, həm kursa yaxınlaşıb əldə edə bilərsiniz, poçt və ya PDF formasında əldə edə bilərsiniz. Və bir daha təkrarlamaq istəyirəm ki, test imtahanı hazırlaşan şəxslər mütləq şəkildə üstündə möhkəm dursunlar, elektron imza daha çox diqqət yetirsinlər, dövlət qulluğu haqqında qanunda kateqoriya və təsnifatları çox yaxşı şəkildə öyrənsinlər. Bir çox namizədlər bunun çətini çəkir öyrənməkdə. Mənim bu kitabımda kateqoriya və təsnifatları çox yaxşı şəkildə başa düşülən formada mən izahını vermişəm. Qarışıq formada deyil. Yəni, axı dövlət qulluğu haqqında qanunun məsələn 8, 9, nə bilim 11, 12-ci maddədə qanundan biz oxuyub görsək ki, oxuyuruq və görürük ki, çox çətindir. Amma bu kitab sizin üçün sadələşdirilmiş formadadır. İstər kərgüzarlıq, istər elektron imza və ya sizə çətin gələn hansı bir qanunsa, həqiqətən bu kitab sizin, mən yazdığıma görə yox, məhz bu kitab üzərində 6 ay işləmişəm. Düzdür, bu video əslində kitab haqqında video deyil, sadəcə başlamışamsa bir dəqiqə danışmaq istədim.
Bu kitab üzərində 6 ay işləmişəm və bunu bir müəllimin gözündən yox, bir oxuyucu tələbənin gözündən yazmışam ki, mən bu qanunda hara çətin çəkə bilərəm, bu qanunda, bu maddədə, bu bənddə necə düşə bilər, o formada tərtib olunub sizə. O formada kitab tərtib olunub, ona görə bu kitabı almanızı sizə tövsiyə edirəm. Bunun əlavə olaraq da dediyim kimi, əgər siz mart imtahanı hazırlaşırsa, bizim sürətləndirilmiş qrupumuza qoşula bilərsiniz. Aprel, may və yay aylarındakı imtahan hazırlaşırsınızsa da bizim qruplarımıza qoşula bilərsiniz. Həm əyani, həm də onlayn formada. Və test imtahanı üçün mənim yeni ildən sonra müəyyən bir kampaniyam var idi ki, paket formada ödənişi yendirmişdim aşağı, hələ də o qeydiyyat davam edir. Bu test imtahanı haqqında ümumi məlumat idi. Müsahibə mərhələsinə gəldikdə isə bilirsiniz ki, fevral ayının 16-sında müsabiqə üzrə müsahibə üçün qeydiyyat bitdi. Çox adam soruşur ki, müsabiqənin vaxtı nə vaxtı? Bilirsiniz, müsabiqələr mart və aprel, may aylarında olacağını düşünürəm. Hətta inan səmiyyətim elə müsabiqə olacaq ki, iyun ayına qədər çəkəcək. Bəs yaxşı, biz hardan bilə bilərik ki, müsabiqəmiz nə zaman olacaq? Biz onu bilə bilmərik, amma təxmin edə bilərik. Əgər sizin müraciət etdiyiniz vəzifəyə az insan müraciət edibsə, məsələn 15, 20, 7 bu tipli sizin rəqibləriniz varsa, demək sizin müsabiqəniz mart ayının 20-sinə qədər olacaq. Mart ayının 20-sindən 30-una qədər qeyri-iş günüdür deyə, bayram və digər Novruz bayramlarına qədər, mart ayının 20-sindən 30-una qədər iş günü deyil deyə sizin müsabiqəniz o vaxtda düşməyəcək. Əgər müraciət etdiyiniz vəzifəyə az insan müraciət edibsə, müsabiqəniz mart ayının 20-sinə qədər olma ehtimalı yüksəkdir. Əgər sizin müraciət etdiyiniz vəzifəyə çox insan müraciət edibsə, məsələn 50, 60, 100, 200 nəfər müraciət edibsə, sizin müsabiqəniz apreldə olacaq, mayda olacaq. Ona görə də artıq indi yavaş-yavaş başlayıb vəzifə proqramına hazırlaşmanızı sizə məsləhət görürəm. Vəzifə proqramında olan qanunları siz praktiki şəkildə, nəzəri şəkildə yox, məhz praktiki başa düşən formada başa düşməlisiniz. Müəllimimizdən bunu tələb etməlisiniz. Bilirsiniz vəziyyət nə yerdədir? Elə başa düşürük ki, vəzifə proqramında olan 20 dənə qanunu oxuyub geçsə, biz həmin vakant vəzifədə müvəffəqiyyət əldə edə bilərik. Əslində bu tam olaraq da elə deyil. 2 vəzifə proqramı məqam var. Bunu həmişə YouTube videoda zaten demişəm, məlumatınız var. Bir daha üzərinə keçmək istəyirəm. Vəzifə proqramı oxuyarkən sizin vəzifə proqramınızda 15 dənə qanun varsa, həmin o qanunların başdan sona hamısını oxumaya ehtiyac yoxdur. 400 səhifə eləyirsə, 400 səhifənin bütün maddəsinin, bütün bəndini oxumaya ehtiyac yoxdur. Mən dərsdə hansı hissədən sual verilir və ya sual vermə ehtimalı varsa, onu konspekt formada vəzifə proqramı tərtib edib və verirəm. Dərsdə də o formada da tədris edirəm. İkinci, sizin müraciət etdiyiniz vəzifə proqramına aid olan qanunları mahiyyətini başa düşüb gedin. Sizə sual verilir ki, məsələn, Elm və Təhsil Nazirliyinə hazırlaşırsınız. Təhsil haqqında qanunla, məktəbə qədər təhsil haqqında qanunla, ümumi təhsil haqqında qanun, nə bilim də o qədər qanunlar var ki, müraciət etdiyiniz qurumdan fərqli olaraq. İndi mən sadəcə elm və təhsildən misal göstərirəm ki, o qanunları mən təhsil haqqında dövlətin vəzifəsi, prinsiplər, hüquqlar və s. dövlətin vəzifələri bunu oxub getməz. Sənə sual veriləcək ki, bu filan məktəbdə məsələn tutalım ki, bir hadisə baş verib, ona reaksiya necə olar? Siz məsələn istəyirsiniz bir misal çəkə bilərəm. Məsələn bax, tutalım ki, sual verir ki, sən bir müəllimsən, düzdür, dövlət qulluqçusu olacaqsan, amma yenə də sual verə bilərmi? Bəli, verə bilər. Deyirsən bir müəllimsən və sinifdə 20 nəfər şagird var. Valideynlərdən biri istəyir ki, uşağını ön partada otuzdurar və bu da digər valideynlər və digər uşaqlara əlbəttə ki, etirazın səbəb ola bilər ki, niyə mənim uşağım yox, məhz filan kəsin uşağı oturur orada. Sən bu mübahisəni necə aradan qaldıra bilərsən? Bax, bu tipli suallar verilir, əziz yoldaşlar. Çünki Elm və Təhsil Nazirliyinə hazırlaşsansa, sənə ancaq nəzəri şəkildə yox, məhz praktiki suallar da ünvanlana bilər. Bizim müsabiqəyə hazırlaşan tələbələrdə unutduğu bir şey budur. Və müsabiqə müəllimlərinin əksəriyyətində izah etmədiyi məqam ondan ibarətdir ki, mən nəzəri formada deyirəm ki, oxu gəl və ya filan qanunu oxu gəl, ya üzündən oxuyum deyim. Bu çox böyük bir problemdir. Sabahsı günü biz müsabiqədən keçməyəndə məhz bu məqamlara görə keçməyəcəyik. Niyə? Çünki sən dünya görüşünü gedib 300 səhifə oxuyursan. Sən başa düşmürsən ki, sənin müraciət etdiyin quruma aid sənə dünya görüşünə sual vermə ehtimalları yüksəkdir. Tutalım ki, müraciət etmirsən İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, o sahədə dünya görüşünə maraqlan. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə əslimə hazırlaşırsansa, sən gedib Azərbaycanda 2025-ci ildə kimlərə, məsələn, əlillik proqramı haqqında ümumi məlumat oxursan, verilən maşınlar, kolyeskalar, o maşın kolyeskasına zət duram, onun digər adını bilmirəm. Onlar haqqında məlumat öyrənmirsən
Və ya statistikaya hazırlaşırsansa, sən niyə öyrənmirsən ki, 2025-ci il və əvvəlki illərdə Azərbaycana gələn turistlərin sayı, gedənlərin sayı, daxili turistlərin sayı, adam başına düşən filan məqamlar nələrdən ibarətdir? Bunların hər birisini öyrənməlisən. Məsələn, bax, heç diqqət eləmisənmi, müraciət etdiyin qurum hansı küçədə yerləşir və həmin küçə kimin adınadır? Məsələn, Əliyev Əlinin adınadır. Əliyev Əli kim olub? Niyə onun adına küçə verilib? Bunun haqqında məlumatınızı oxuyursunuzmu? Və yaxud da ki, müraciət etdiyiniz qurumun əvvəlki sədrləri kimlər olub, qəbul günləri, telefon nömrəsi və poçt nömrəsi barədə məlumatlar əldə etmisinizmi? Mən inanıram ki, bu və buna oxşar sualların əksəriyyətinin sizə məlum deyil. Çünki siz nəzər şəkildə oxuyursunuz. Məhz praktika bundan ibarətdir. Müraciət etdiyiniz qurumu qanunların hamısını oxumayın. Hansı müsahibədə sual verilir və ya sual vermə ehtimalı varsa, onları oxuyun. İkinci də mahiyyətini başa düşün. Məhz mənim dərslərimdə bilirsiniz ki, artıq nəticələr barədə məncə danışmaya ehtiyac yoxdur. Həm test, həm də müsahibə nəticələrimizdə məhz bu məqamlara diqqət yetirdiyimizə görə yüksək səviyyədədir. Ona görə də əziz müsahibə məhsuluna hazırlaşan şəxslər, kifayət qədər vaxtınız var, həm əyani, həm də onlayn müsahibə dərslərinə qoşula bilərsiniz. Mən bu, belə deyək də, səhərdən 10 dəqiqə danışmamın əsas məqsədi gəlməyən dərslərimə qoşuldan daha çox bu məqamlara diqqət elə. Amma hal-hazırda video çəkirəmsə, onu vurğulamaq istədim ki, əgər bunu özün başa düşmürsənsə və ya sənin bu formatda dərslər izahın verilmirsə, istər testdə, istərsə də müsahibədə, məhz dərslərə qoşulub bunu əldə edə bilərsiniz. Bu bilgiləri əldə edə bilərsiniz. Həm də biz onunla müsahibə göstərəndən sonra yekunda nə oluruq? Dövlət qulluqçusu oluruq. Və sizə yekunda bunu demək istəyirəm. Çox son günlərdə nəyə müşahidə edirəm? Tələbələrdə ruh yüksəkliyi yüksək səviyyədə deyil. Niyə? Çünki düşünürlər ki, dövlət qulluğuna qəbul bəzi qurumlarda şəffaflıq yoxdur. Bəs şəffaflıq yoxdursa, bu qədər mənim və ya digər müəllim tələbələr necə test və müsahibədən keçə bilərlər ki? İndi testi qoydum qırağa. Necə müsahibədən keçə bilərlər ki? Yəni artıq indi sizin düşündüyünüz məqamlar yoxdur. İnan səmiyyətimə, yoxdur. Bilirsiniz sizi kimlər ruhdan salır? Gedib həmin belə deyək də vəzifədə qəbul ola bilməyən şəxs sizi ruhdan salır ki, dövlət qulluğuna qəbulda şəffaflıq yoxdur. Hansı ki, özü o yoldan keçib və müvəffəqiyyət əldə etməyib deyə o fikirdədir. Sizə sual verirəm. Əgər həmin şəxs gedib o vakant vəzifədən keçsəydi, hal-hazırda dövlət qulluqçusu olsaydı, sizə deyərdi ki, şəffaflıq yoxdur. Əlbəttə deməzdi. Deməli, özü uğurlu olmayıb deyə sizlər də ruhdan salırlar. Ona görə ətrafda baş verən və sizə deyilənlərə fikir verməyin, mütləq şəkildə diqqətinizi yönləndirin test və müsahibəyə. Yekun olaraq bunu demək istəyirəm ki, siz orta məktəb dövründən hazırlaşmısınız. Daha sonra universitetə hazırlaşmısınız. Universitetə qəbul olmuşsunuz. İmtahanlar, kollegiumlar bitirmişsiniz. Diplom müdafiə eləmişsiniz. Magistraturaya qəbul olmuşsunuz. Yəni, sənin orta məktəbdən çəkdiyin əziyyət davam edir bugünkü günə qədər. Bəs bu nə qədər davam edəcək? Bu, dövlət qulluğunun müsahibə mərhələsindən sonra yekun olur. Çünki sənin illərlə çəkdiyin əziyyət, dövlət qulluğunun müsahibə mərhələsindən sonra artıq sən həmin vakant vəzifəyə qəbul olursansa, bunun adı artıq iş bitmiş sayılır və əziyyətin yerdə qalmır. Və biz bunun üçün çalışırıq. Mən və digər həmkarlarım sizin bu çəkdiyiniz əziyyət yerdə qalmasın. Geri dönüb baxanda illərlə valideynlərinizin çəkdiyi əziyyət yerdə qalmasın deyə siz bunu doğru ünvanda hazırlaşmalısınız. Və yekun imtahanımızda biz verərək dövlət qulluqçusu ola bilərik. Bugünkü gün həqiqətən deyirəm, məsələn, bax, bugün ayın 18 fevralıdır. 2 gün ondan qabaq 16 fevral tarixində mənim 5 dənə tələbəmə təyinat verildi. Təsəvvür edirsiniz, onlar 16, 16.5, 17 balla müsahibədən keçmişdilər və 5-dən də təyinat verildi. Artıq bugünkü gün dövlət qulluqçusudur. Yəni sizə də bu gözləyir. Sadəcə doğru metodda, doğru ünvanla hazırlaşmalısınız ki, məhz nəticə əldə edəsiniz. İstər test, istərsə də müsahibədə, çıxdınız bu yolda, dərsə qoşuldun, qoşulmadın, heç bir fərq yoxdur. Nə çətinliyiniz olsa mənə həm WhatsApp-da, həm burada yorum hissəsində yaza bilərsiniz. Mən bilirsiniz ki, illərlə də məhz özü hazırlaşanlara və yaxud da ki, hər hansı bir məqamı çətinlikdə başa düşməyə çətinlik çəkən şəxslərə köməklik göstərirəm. Yenə də bu əlimdən nə gəlirsə sizlərə eləyəcəm. Bunun bariz nümunəsidir ki, YouTube-da kifayət qədər videolar sizin sərəncamınızdadır. Test və müsahibədə uğurlu olmaq üçün edəcəyiniz məqamlar sizin YouTube-da video formasında qarşınıza çıxacaq. Test imtahana hazırlaşan şəxslərə məhz bu kitabı hazırladım. İnanın ki, mənə bu kitab sözü ağızda deyil. Sadəcə bunun üzərində çəkilən 6 aylıq bir əmək var və dediyim kimi bu kitab sizi imtahana keçirəcək əsas kitablardan biridir. Demirəm,
bu kitabı belə deyək də mütləq şəkildə ifadə gəlib almalısan. Amma istəyirəm ki, biləsən ki, sən yəni dövlət qulluğunda belə praktiki, qrafik, cədvəl, dizaynlar formasında, eyni zamanda oxuyarkən qanunu, maddəni başa düşəcək formasında izahlı bir kitab var. Bunu əldə edə bilərsiniz. Müsahibə məhsuluna hazırlaşan şəxslər də işinizi şansa qoymayın. Çünki sənin sonuncu imtahanın dövlət qulluğu müsahibə imtahanıdır və bunu şansa qoymayaraq sən qəbul ola bilərsən. Özünüzdən müğayət olun, növbəti videoda görüşərik.